Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakonun ekranlarında yoldaşlıq görüşü davam edir. Bu dəfə sizi Əhmədidə yerləşən Reborn arenasından salamlayırıq. Həmişəki kimi Boy-Boy futbol komandasının klub daxili yoldaşlıq görüşü olacaq. Qapıya zərbə gəldindi, Rəvandan dəqiq deyil. Sağ tərəfdə olan altılı qapıda Murad. Müdafiədə Rəsul. Elvar. Mərkəzdə Pünhan, hücumda Rəşid və İlkin olacaq. Sol tərəfdə olan altılıq isə qapıda Hələli Ələkbər, müdafiədə Tariyel, Samir. Mərkəzdə komandaya yeni qoşulmuş oyuncu Rəvan, hücumda Eynur və səhv etmirəmsə, bəli, İlham olacaq. İlkin aldı topu ondan Rəvan. Samirlə oynadı. Samirdən göl ötürmə keçmədi Elvardan. Rəşid də yeni oyuncudur, Boy-Boya yeni qoşulur. Rəvan zərbəsi top kapitindən qayıdır. Qapıdan zərbə olacaq. İlkin uzaqdan zərbə indirdi, dəqiq alınmır. Rəvan Tariyel oynadı. Tariyel özü irəlilədi bir qədər, itirdi orada topu. Pünhan baxdı qapıya, top qapının yanından keçir. Tariyelin səhvindən yararlana bilərdilər, amma dəqiq alınmır Pünhanın zərbəsi. Ələkbər başlayır qapıdan. Komanda yoldaşlarını axtarır. Göl ötürmə Eynur istiqamətinə, top avuta çıxır. İlkin Rəvan aldı topu. Öz irəli, Rəsul var qarşısında. Elvar da gəldi. Qapıya zərbə indirdi. Dəqiq alınmır. Qapıdan zərbə olacaq. Rəsul başladı. Rəşid. Elvar. Elvar da yeni qoşulub komandaya. İlk oyunudur. Dəqiq alınmır ötürmə. Tariyel. Rəvanla oynadı. Rəvan. Baxdı qapıya, amma zəif qaldı zərbə. İkincidən zərbə olacaq. Murad qaytarmışdı topu. İlham. Çəkdi salına zərbə. Muraddan əla sev gəlir. Outdan başladı Tariyel. İlham. Eynur. Göl ötürmə. Top tərk edir meydanı. Pünhan. Oxudu ötürməni Tariyel. Yerlə zərbə bir qədər zəif qalır. Murad üçün çətin deyildi bu top. Ötürmədə səhv yol verirlər. İlhamın zərbəsi. Bu da dəqiq alınmadı. İlkin. Tariyel. Top çıxmayıb meydandadır. Top Murada gəlib çıxır. Qapıdan zərbə olacaq. Eynur. O da uzun müddətdir. Yaşıl meydanlardan uzaq qalmışdı. Yeniden qoşulub Boy-Boy komandasına. Murad. Ötürmə dəqiqdir. Pünhan ayaq saxladı. Götürdü topu, amma Tariyel ayaq qoydu topa. İlkin. Rəşid. Bir qədər bəlkə idi bu topu İlkin üçün. Qapıdan zərbə olacaq. Ələkbər yenə bir qədər gözləyib ötürməsini etdi. Rəsul aldı topu. Özü keçdi. Eynur da keçmək istədi, amma top meydanı tərk edir. İlham əla keçdi orada Elvarı, amma qayda pozuntusu yox idi. Təmiz oynamışdı Elvar. Eynur sol cinahda Rəvanı görür. Yenidən Eynur'a doğru ötürmə və gol! Hesab açılır görüşün 5-ci dəqiqəsində 1-0.
Elnurdan möhtəşəm qol gəlir. Uzun müddətdən sonra yaşıl meydanlara geri qayıdan Elnurun ilk qolu idi bu. Elvar. Bəlkə onu ötürmə. Samir başlayır altdan. Tariyet. İlhamın az öncəki epizodda Elvarı keçmək istəyərkən Rəşidin zərbəsi idi, indi bu Ələkbər dəf etdi. Yerə yıxılır, amma hələ ki yüngül də olsa zədələr var İlhamın. Tariyetin əlində toxunmuşdu top. Pünhan yeni yetirir cərimə zərbəsini, canlı sətdə bir nəfər oyuncu var, o da Tariyeldir. Pünhan yaxınlaşdı, yerlə zərbə, canlı sətdə dəydi top. Elvar, İlkin, ən geriyə Muradla oynayır. Murad, göl ötürmə, top Ələkbərə qədər gəlib çıxır. İlhamla oynadı Ələkbər. İlham, Rəşidin pressingi var. İtirmədi topu, Tariyel keçmədi. Burada isə bir qədər önünə atdı topu Rəşid. Çıxmışdı, yox, auta çıxmışdı top. Ələkbər, Rəşidin pressingi var və gol! Ələkbər səhvə yol verir qapıda. Rəşid bu səhvdən dərhal yaralanır. Hesab bərabərləşir. 1-1. Komandaya yeni qoşulmuş oyuncu. Rəşidin qolu idi bu. İlham. Ələkbər. Yeniden İlham top gerisine düşür. Rəsul. Elvar. Samir. Kesmə ötürmə. Alta çıxır top. Tariyə dərhal başladı İlham. Baxdı qapıya, top qapının yanından keçir. Qapıdan zərbə olacaq. Rəsul. İlkin. Rəşid. Keçdi burada Samiri. Ar ötürməsi keçmədi Tariyeldən. Rəşid başlayır altdan. Pünhanı gördü. Rəşid. Pünhan ayaq qoya bilmədi topa. Tariyel başlayır altdan. Rəşid. Əla ötürmə gəldi burada Rəşiddən İlkinə. İlkin. Zərbə indirir və gol! 2-1 olur hesab görüşün 9-cu dəqiqəsində. Güclü də zərbə də alınmamışdı bu. Bir qədər zəif gedirdi top qapıya, amma Elnur gözləmirdi bu zərbəni. Ələkbər İlhamla oynadı. Qarşısında Elvar var. Keçə bilmədi burada Elvarı. Rəşid. 2 nəfər gəlirlər hücuma. İlkin də qoşuldu. İlkin. Baxdı qapıya və gol! 1 dəqiqə ərzində dubl edilir İlkin. 3-1 olur hesab. Mərkəzdən başlayacaqlar. İlham başladı. İlkin eyni cinahdan 2 gol vurur 1 dəqiqə ərzində. Əslində Rəşidin zərdi yox, Rəvan avtogol. Gol vurdu, avtogol idi bu. Avtogol vurur Rəvan, nə deyirəm mən burada? Avtogol deyirəm, nə imkan ver danışım. Hesab 4-1 olur. Avtogol vurur Rəvan öz qapılarına. Qapını ötürmə düşünmüşdü, amma başa düşmədi qapçı. Tariyel. Elnur. Baxdı qapıya. Qoydu mu bu? Yox, top qapının yanından tərk edib.
Samirin zərbəsi idi bu. Ələ toxunmuşdu, səhv etmirəmsə top. Elnur da topun gerisində. Ötürmə gəldi. Samir keçmədi ötürmə. İlkin. Pünhanla oynadı. Pünhan baxdı qapıya. Ötürmə etdi. Rəşid ayaq saxladı. Baxdı, zərbə indirdi Ələkbər. İmkan vermədi, qol olsun. Altdan özü başlayır Rəşidin. Ən geriyə Muradla oynayır. Murad baxdı. Uzaqdan yoxladı. Top qapının üstündən keçir. Hesab 4-1'dir. Görüşün 11-ci dəqiqəsində. Başla. Pünhan başlayır altdan. İlkin. Keçmədi ara ötürməsi. Uzaqlaşdırdılar topu. Rəsul İlkinlə oynadı. İlkin özü irəliyir. Ötürmə keçmədi. Elnurun əlinə toxunmuşdu sanki burada, amma dəqiq görünmədi. Bir an içində oldu. İlham və gol! 2-4 olur hesab. 2 top fərqi ilə geridədirlər, amma görüşün bitməsinə də çox var. Əks hücumdan yararlana bilirlər. Başlayırlar artıq mərkəzdən. İlkində də top. Sol cinahda Pünhanı gördü. Pünhanın ağır ötürməsi keçmədi Tariyevdən. Rəvan İlhamı görür sol cinahda. Bir qədər topu ram edə bilmədi İlham. Elvar başlayır altdan. Rəsul. Mərkəzdə Rəşid. Tariyev araya girdi, amma top itirmədilər. Pünhan. Çox zəif idi bu zərbə. Burada Elvarın əlinə toxunmuşdu top. Cərmə zərbəsini yeni yetirəcək. Başladılar. Elnur. Başlamışlar artıq. Sadəcə İlhamla Tariyev bir-birlərini anlamadılar. İndi Tariyevin ötürməsi. İlham. Əla düşünmüşdü, amma Murad aldanmadı. Rəsul. Rəşid. Tariyev uzaqlaşdırır topu. Pünhan başlayır altdan. İlkin. Topun ötürməsi əla alındı. Pünhan ayaq saxladı. Samir gəldi qarşısına. Ötürmə keçmədi. Ən geriyə Muradla oynadılar. Murad. Sağ cinahda Rəşid bomboşdur. Üçün şeyə gələ bilər. Təhlükəli ola bilər. Ötürmə. İlkin yenə Rəşidi düşündü, amma araya girdi futbolçular. Altdan Tariyev başlayır. İlham. Özü irəlilədi bir qədər. Rəvanla oynadı. Rəvan. Ələkbər. Keçə bilmədi, burada itirdi topu. Üçün şey gələ bilər. İlkin. Baxdı qapıya. Ötürmə etdi. Pünhan yerlə zərbə. Top qapının yanından keçir. İlham. Tariyev. İlhamla oynadı yenidən. İlham ötürmə keçmədi, amma top Elnur'da adamı Pünhan az qalsın zərbə indirəcəkdi qapıya, amma son anda Elnur ayaq qoydu topa. Rəşid baxdı yerlə zərbə. Samir blok qoydu topa. Küncdən zərbə olacaq. Başladılar. Rəşid, Pünhan. Keçmədi ötürmə. Pünhan ötürməsi bu dəfə keçdi. İlkin çəkdi sağına, zərbə indirir və gol! 5-2 olur hesab görüşün 15-ci dəqiqəsində. İlkinin hat-trickidir bu. 3 gol vurub. Tariyev. İlham. Keçmək istədi, alınmadı. Pünhan uzaqdan yoxladı, amma dəqiq alınmır zərbəsi.
İlham. Ələkbər. Kəsmədə ötürmə. İlkin aldı topu. Çəkdi sağına. Sol cinahda Rəşid əla gördü. Baxdı qapıya Rəşid. Ötürmə etdi. Pünhan və gol. 6-2 olur hesab. Arda qollar vururlar. Görüşün 16-cı dəqiqəsidir. 6-2. Qolun müəllifi Pünhandır. Başlarlar artıq. Samirdən Tariyələ. Tariyel özü irəliyir. Ayaq qoydu orada Rəşid. İtirdilər topu. İlkin. Pünhan. Rəşid. İlkin. Düz önünə atdı Rəşidin. Rəşidin zərbəsi top qapı timindən qayıdır. Qapıdan zərbə olacaq. Yox. Outdan başlayırlar. Samirin ötürməsi keçmədi Rəsuldan. İlkin. Rəşid. Cərmə zərbəsini yerinə yetirəcək Ələkbər. Göl ötürmə. İlham bıraxdı topu. Rəşid. Ayaq qoydu Samir, amma itirmədilər topu. İlkin. Rəvan geridən gəlib ayaq qoyur topa. İlkin. Elvar yerlə zərbə və gol. 7-2 olur hesab görüşün 17-ci dəqiqəsində. Mərkəzdən başlayırlar. Tariyel, Samir, sağ cinahda İlham. Baxdı qapıya, uzaqdan yoxladı top qapının yanından keçir. 7-2 hesab. Görüşün 18-ci dəqiqəsində Muraddan göl ötürmə ilkin istiqamətinə ilkin sağ çevirməli topu meydanda. Elnur. Rəvan. İlham. Ayaq ötürmə gəlir burada Ələkbər. Təkrar zərbə Rəvandan top qapının üstündən keçir. Murad başlayır qapıdan. Keçmədə ötürmə, amma itirmədilər. Elvardadır top. İlkin. Pünhandan əla davam ötürməsi gəlmişdi. İlkin. Alta çıxdı top. İlkin başlayacaq. Az qalsın axtov olacaqdı. İlkin. Əla keçdi burada Samirə özü elədi. Baxdı qapıya zərbə indirməyə imkan vermədi Elnur. Rəsul geridən gəlib oğurladı topu. Öz komanda dolaşında keçir ötürmədir. Tariyel. Ələkbər əla görür. Ön cinahda bomboşdur. Sağ cinahda İlham. Baxdı qapıya zərbə lazımdır. Ötürmə etdi. Ələkbər. Yenidən İlham. İlhamın zərbəsi top qapının yanından keçir. Qapıdan zərbə olacaq. Elvarın göl ötürməsi əla alındı. Rəşiddən ilkinə. İlkin. Pünhan görür sol cinahda. Əla keçdi burada Pünhan Ələkbəri, amma Elnur'u da keçir orada Pünhan. Baxdı qapıya, amma top qapının yanından keçir. Hər şey gözəl etmişdi. Sadəcə qol çatışmırdı. Sonluq çatışmırdı. Rəvan. Aldı topu Rəşid. Baxdı yerlə zərbə top qapının yanından keçir. Tariyə başlayır qapıdan. Elnur. Keçmədə ötürmə. Pünhan aldı topu. Rəşid baxdı qapıya və gol. 8-2 olur hesab. Görüşün 20-ci dəqiqəsində 6 top fərqi ilə öndədirlər. İlham.
Rəvandadır top. Ələkbərin zərbəsi üçüncüdən zərbə olacaq. Rəvan başlayır ikinci zərbəsindən daha doğrusu. Göl ötürmə. Keçmədi. Bir daha ikinci zərbəsi olacaq. İlham. Müdafiəçilərlə oynadı. Samirin təkrar zərbəsi top qapının üstündən keçir. Qapıdan zərbə ilə Murad başlayır. Rəsul. Murad. Elvar. Dəqiq alınmadı ötürmə. Ələkbər başlayacaq altdan. Elnur. Altdan İlham başlayır. Yox, son anda. Elnurdan çıxmışdı mı top? Rəsul. Keçə bilmədi orada Ələkbəri. Samir. Ələkbər. Yeniden Samirlə oynadı. Yeniden Ələkbər. Baxdı qapıya. Zərbə lazımdır. Müdafiəçiləri dəyir top. Çıxmayır, top meydandadır. Elvar. Pünhana doğru ötürmə dəqiqdir. Pünhan. Rəşidin önünə doğru ama Tariyel. Vaxtında tərk etdi qapısını ama toxunmadı topa. İlham. Öz irəlidir. Ötürməsi də dəqiqdir. Ələkbər. Çəkdi sağına. Baxdı qapıya. Uzaqdan zərbə. Murad. İkinciden zərbə olacaq. Elnur başlayır. Göl ötürmə. Toxunan olmadı topa. İlkin. 3-1-ə gəldiler. Müdafiədə təkcə Samirdir. Ötürməsini etdi Rəşid. Amma Samir tək başına saxladı müdafiəni. İlkin. Pünhan. Yeniden İlkin. Baxdı qapıya. Zərbə öndürmədi. Rəşidin zərbəsi indi. Tariyel əl oynadı. Rəvan. Rəsul. İlkin. Rəşid. Ötürmə gəldi. Pünhan. Top qapının üstündən keçir. Qapıdan zərbə olacaq. Elnur. Ələkbəri düşündü amma top Murada qədər gəlib çıxır. Rəşid əla saxladı topu. İlkin. Ötürmə sol cinahda Pünhan. Elvara bıraxdı. Elvarın uzaqdan zərbəsi. Nurdan blok gəldi. Altdan Pünhan başlayır. Elvar. Yeniden Pünhan. Baxdı qapıya. Sağına çəkdi. Top qap bütünlə dəyib. Meydanı tərk edir. Qapıdan zərbə olacaq. Cüz yazacaq dəyərli çatışmalı Pünhandan. Ələkbər. Rəvan. Yeniden Ələkbərlə oynadı. Yeniden Rəvan amma gerisinə düşdü top. Ələkbər keçmədi Elvardan. Muraddadır top. İlkinlə oynayır ama İlkin Rəşidə bıraxmalıydı orada topu. Ələkbər göl ötürmə İlham istiqamətinə dəydi. Baxdı qapıya. Rəsul var qarşısında. Zərbə indirdi ama avuta çıxır top. İlham. Zərbə gəldi amma top qapının xeyli üstündən keçir. Elnur. Ələkbər.
İlham. Ayaqsı birbaşa qapıya zərbə. Top qapı tinindən qayıt. Təkrar zərbə. Müdafiəçilər ayaq oynadı. Muraddan çıxır top meydandan. İkincidən zərbə ilə başlayırlar. İlham da topun gerisində. Ötürmə gəldi. Top qapı tinindən dər yenə meydanı tərk edir. Muraddan çıxmışdı. Yenə ikinci zərbəsi olacaq. Ələkbər, İlham. Göl ötürmə, Ravanın zərbəsi. Top qapının yanından keçir. Top ayağını yaxşı oturmadı. Elvar. Yenə Pünhanla oynadı amma gözləmirdi bu topu. Elnur. Baxdı qapıyı yerlə zərbə blok gəldi futbolçulardan. İlham. Ələkbər. Bıraxdı topu. Elnur İlhama. İlham sağ cinahdan edir. Zərbə indirdi. Muraddan ala sev gəlir. Digər cinahdan ikinci zərbəsi izləyəcək. Rəvan da topun gerisində. Yerlə ötürmə. İlham. Top qapı tində dəydi. Pünhan. Ötürmə dəqiq alınmadı. Altdan Samir başlayır. Ələkbər. Yeniden Samir. İlham. O çatdı orada topa. Özür eləyir İlham. Geriyə Ələkbərə bıraxdı topu. Ələkbər uzaqdan yerlə zərbə. Top qapının yanından keçir. Keçmədi bu top Samirdən. Rəşid Əli oynadı burada. İlkin qabaqda bomboşdu və gol! 9-2 olur hesab. Görüşün 28-ci dəqiqəsində İlkin cüzi toxunuş etdi orada topa. Və topu qapıya daxil edir. 9-2. Ələkbərin uzaqdan zərbəsi. Murad yerindədir. Pünhanla oynadı. Pünhan. Rəşid. Sağ cinahda İlkin. Yenə Rəşidlə oynadı. Yeniden İlkin. Yeniden Rəşidin önündə düşündü amma Tariyer vaxtında tərk etdi qapısını. Ələkbər. Elvar aldı topu. Çıxmıyor, top meydandadır. İlkinlə oynadı. İlkin. Rəşid. Yeniden Pünhan oynadı bu dəfə. Uzaqdan zərbə indirdi. Samir blok qoyur topa. Elvar. Nur riskə getmədi. Qapısı ilə oynadı. Burada Ələkbər. Başı ilə zərbə indirə bilərdi. İlkin. Alıç sıyrıldı burada Nurdan. 3-2'ye gəldiler yine. Pünhan, Rəşid. İlkinə doğru ötürmə. Rəvan. Samir. Yenə Rəvan önünə doğru ötürmə gəldi. Çıxmıyor, top meydandadır. Rəvan. Ayaq saxladı. Sağ cinahda İlhamı gördü. İlham. Qarşısında Elvar var. Çəkdi sağına. Zərbə indirdi. Top qapı tinindən deyib Rəsula toxundu amma. Yaxşı ki qapıya daxil olmalı. Yaxşı qutardılar. Murad. Keçmədi Nurdan. Və əziz tamaşaçılar, ikinci hissəmiz başlayır. Qısa fasiləyə ayrılmışdıq. Sol tərəfə keçir. Öndə olan Boy komandasının 6 üzvü, sağ tərəfdə olan digər klub isə sağ tərəfə keçir. 6 nəfərdən ibarət olan Boy komandasının digər heyəti. 9-2 hesab. İlham. Ötürmə etdi. Ələkbər. Zərbə. Murad. Cüzi toxunuş etdi Murad topa. Güncən zərbə olacaq. İlham. Keçə bilmədi burada Rəşidi. Pünhan. Bitirdilər topu. İlham. Sıyrıldı burada Pünhandan. Qaldırdı topu amma top Muraddadır. Rəşid.
Dəydi. Əlinə toxunmuşdu top Dariyelin. Cərimə zərbəsini yenə yetirəcək Pünhan. Topun gerisindədir. Yaxınlaşdı qapıya, uzaqdan yoxladı. Top qapının yanından keçir. Samirdən Tariyelə. Tariyel. Altdan Ələkbər başlayacaq. Göl ötürmə İlham istiqamətində dəqiqdir. İlhamın zərbəsi və gol! 9-3 olur hesab. Uzun müddət aradan sonra gol vurdular. Ələkbərin məhsullar ötürməsindən sonra İlham topu qapıya daxil edir. Out'a çıxır top. 3. İlhan. Rəsul. Rəsul. Çıxmalı top meydanda saxladı Rəsul. İlham. Zərbə indirməli idi birbaşa. Out'a çıxdı top. Dərhal başladılar. İlham baxdı qapıya, yenə zərbə. Top qapının yanından keçir. Qapıdan zərbə olacaq. Murad. Rəşid. Pünhan. Ötürmə gəldi, keçmədi Tariyədən, amma top Elnurun əlində toxunmuşdu. Pünhan. Elnur araya girdi. Amma Pünhandan çıxmışdı top. Tariyə başlayır altdan. İlham. Ələkbər. Yenə İlham. Yenə Ələkbər önünə. Ələkbərin zərbəsi. Uzaqlaşdırdılar topu. Ələkbər başlayır altdan. Topa toxunan olmalı. Qapıdan, yox, outdan başlayırlar. Göylə ötürmə Pünhan istiqamətində keçmədi Tariyeldən. Elnur. İlham. Çəkdi sağına, baxdı qapıya və gol! 9-4 olur hesab. Bir qədər də çatırlar digər komandaya. Görüşün 34-cü dəqiqəsində İlhamın dubludur, səhv etmirəmsə. Rəsul. 5 top fərq ilə geridədirlər. Pünhan. Rəşid. Out'a çıxdı top. Pünhan top Koputinindən qayıdır. Outdan Samir başlayır. Göl ötürmə bir qədər, yox, birbaşa qapıya vurmuşdu Muradın. İrəli olduğunu görüb, amma Murad yerində də aldanmadı bu zərbəyə. Rəşid, Pünhan, yenə Rəşid. İlkin. Elvar. Pünhan. İlkin. Uzaqdan zərbə indirdi, amma dəqiq alınmır. Tariyel. Özü irəlilədi. Samirlə oynayır. Samir keçmədi, yox, keçsə Elnurdur burada. Amma out'a çıxır top. Rəsul başlayır. Elvarla oynadı. Yenidən Rəsul. Yenidən Elvar. Keçmədə Ələkbərdən. Amma itirmədilər, top Rəşiddədir. Top meydanı tərk edir. Outdan Elnur başlayır. Ələkbər. Tariyel. Yenən Ələkbər.
Keçmədə ötürmə. İlkin baxdı qopuyor. Rəvandan əla sev gəldi. Çıxmadı top, Tariyev meydanda saxlaya bildi. Rəsul isə adi vəziyyətdə topu ram edə bilmədi. Elnur. Samir. Qapıya zərbə endirdi. Top qapının yanından keçir. Murad. Pünhanı görür ön xəttə. Əla buraxdı topu ilkinə Pünhan. Yenidən Pünhan düşündü ilkin, amma Tariyev ayaq qoydu topa. Rəvan başlayır qapıdan. Yaxın oynadı Tariyev. Elnur. Geriyə Rəvan. Göl ötürmə. Keçmədi ilkindən. Outdan İlham başlayacaq. Yox, Samir başladı. İlham. Ayaq saxladı, itirmədi topu. Zərbə indirdi Murad. Yerindədir. Ələkbər top gözləyirdi orada. Zərbə mövqeyini azlaşmışdı artıq. Out'a çıxır top. Elnur. Tariyev. Rəşidin pressingi var. Rəvan. Tariyev. İlkin aldı topu. İlkin. Ayaq saxladı. Taban ötürməsi keçmədi. Rəvan göl ötürmə, top çıxmayıb. Məhz indi çıxıb. İlkin. İtirdi topu İlham. Rəşid. Pünhan. Yenidən Rəşid. İlkinə buraxdı topu. Çatdı topa İlkin. Çıxmayıb, top meydandadır. Sağcın atı Pünhanla oynadı. Qarşısına Samir gəldi. Rəşidə buraxdı, amma Tariyev araya girdi. Öz irəliyir Tariyevin. İlham. Sağcın atdan öz irəliyir. Yeni sprint sürəti ilə Elvar gəldi. Qarşısına imkan vermədilər. Eynur topa toxuna bilmədi burada. Altdan Tariyev başlayır. Göl ötürmə. Oy, gol. Yox, sayılmır. Altdan qol sayılmır. Yenidən alt yerinə yetiriləcək. Səhv etmirəmsə. Yox, top rəqib komandaya keçir. Pünhan, burada dayanma. İlham başlayır altdan. Göl ötürmə. Ələkbər başlı zərbə. İmkan vermədilər. İlham top qapının üstündən keçir. Düz. İlhama doğru dəqiq ötürmə gəlmişdi Ələkbərdən. Başlı zərbə dəqiq alınmadı. Hələ ki 5 top fərq edə geridədirlər. Murad riskli hərəkətlər edir qapıda, amma ötürməsi dəqiqdir. Pünhan. İlkin. Aldılar topu ondan. İlham. Elnur. Sol cinahda Ələkbər. Saxlamadan yerli zərbə. Murad dəf etdi bu zərbəni. Yaxın küncə əla bağlamışdı. Tariyev uzaqlaşdırdı topu. İlkin. Yenidən Pünhanla oynadı. Pünhan yerlə zərbə. Samir blok qoydu topa. Rəsul başlayır altdan. Elvar. Rəşid. Gözləmirdi bu topu Pünhan. Elə şey var. İlham. Ələkbər. Zərbə lazımdır. İmkan vermədi müdafiəçilər.
Cərimə zərbəsi yerinə yetirəcək. Geridə olan komanda İlhamdır topun gerisində. Canlı sətdə Rəsul və Rəşid var. Yaxınlaşdı topa İlham. Ötürmə etdi. Ələkbər blok gəlir futbolçuya. Təkrar zərbə İlhamdan. Top qapının yanından keçir. İlkin. Rəşid. Tariq aldı orada topu. Ələkbər. Sağ cinahda Rəvanla oynadı. Rəvan özü irəlilədi. Baxdı qapıya zərbə. Top qapının yanından keçir. Hər cinahdan yoxlayırlar. Murad. İlkin. Rəşidlə oynadı. Rəşid. Özü irəlilədi. Zərbə indirdi. Tariqə blok qoydu topa. İlkin. Yeniden Rəşid. Yeniden İlkin. Pressing var orada Elnur'dan. Sağ cinahda Pünhan ayağına görə İlkin. Pünhan ama zərbə dəqiq deyil. Samir başlayır qapıdan. Göl ötürmə dəqiq deyil. İlham. Akrobatik zərbə. Dəqiq alınmadı. Həftənin qolunu izləyə bilər deyər. Qapı çərçivəsinə dəqiq geçsəydi. Zədələnir həm də bu epizodda İlham. Amma görüşü davam etdirə biləcək. İlkin əla davam ötürməsi gəldi. Rəşid. İlham üçün hər şey yaxşıdır. Davam etdirə bilir görüşü. Rəşid. Tariq var qarşısında. Aldı ondan topu amma ilkində top üstünlüyə bıraxa bilərdilər. Topu oynamışdı orada əslində Tariq. Yoxsa ayağı da müdaxilə var idi. Pünhanlı topun gerisində. Canlı sətdə Elnur və Ələkbər var. Birbaşlı zərbə. Güncən zərbə olacaq. İlkin. Adi vəziyyətdə ram edə bilmədi topu amma itirmədi. Elvar. Rəşid. Qırğın mübarizə edir top uğrunda. Top qapçıdadır. Rəvan. Elvar. Keçmədə ötürmə Elnur. Yaxın oynadı. Zamir. Ələkbərlə oynadı. Ələkbər. İlham ayala gördü ön cinahda. Yenidən Ələkbər. Yenidən İlham. Ələkbər. İlham. Birbaşlı zərbə. Top qapının yanından keçir. Rəvan bomboş idi sağ cinahda. Ələkbər görmürdü onu çünki toxunuş var idimi burada? İkinci zərbəsi olacaq. Rəvan başladı. İlham. Ələkbər. Aldı top ondan Pünhan. 3-2 gəliblər. Pünhan özü irəlir. Baxdı qapıya. Zərbə. Top qapı tinindən qaydı. Təkrar zərbə gəldi Elvardan amma dəqiq alınmadı. Daha doğrusu zərbə deyildi. Reaksiya verdi topa. Göl ötürmə Samirdən dəqiq alınır. Murad. Nə etdi orada? İlham. Əla fırlandı yerində amma Elvar bıraxmayıb onu. Tariyellə oynadı İlham. Ələkbər. Elnur. Baxdı qapıya yerlə zərbə. Rəsula dəydi top amma əli bağlı idi. Pünhan. Ələkbərin pressingi var. Pünhan itirmədi topu. Zərbə. Samir dəf etdi. Düz üstünə vurmuşdu topu. Murad. Zərbə və gol.
Ələkbər səhv saldı komanda yoldaşı ilə Muradı. 14 olur hesab. Qol qeydə alınmadı əziz tamaşaçılar. Ələkbər öz komanda yoldaşı ilə səhv salmışdı. Fair play çərçivələrine uyğun olaraq. Qeydə alınmadı qol. Çünki Muradı öz komanda yoldaşı zənn etmişdi. Əslində qol sayılmalıydı, amma fair play çərçivələrine uyğun olaraq, qaydalara uyğun olaraq jiletkasını geyinməmişdi Murad. İlkin Pünhan boş qapı və qol, az qalsın top dirəyə deyib çölə çıxacaqdı, amma Pünhan qapıya daxil edə bildi topu. 14 olur hesab yenidən. 30 saniyə keçmədi ki, hesabı 14 etdilər yenidən. Elnur Rəvan İlham Rəvan yenidən İlhamla oynadı. Alta çıxır top. Eyvar başlayır. İlkin Tariye tutur, Tariye. İlkin Murad İlkinə bıraxdı, amma zəif qaldı bu. Tariyel İlham ayala gördü orada. İlham fırlandı, zərbə indirdi və gol. 15 olur hesab. 5 top fərqi ilə yenidən geridədirlər. Başladılar mərkəzdən. İlkin ayaq saxladı. Ötürməkdir. Muradın zərbəsi dəqiq alınmadı. Oradadır. 10 dəqiqə. Rəvan Ələkbər İlham Elvar başlayır altdan. Sağcını atıb Pünhan. Dərhal ötürməkdir, amma itirmədi topu Pünhan. İlkinlə oynadı. İlkin Pünhan baxdı qapıya və gol. 11-5 olur hesab. Yaxından boş qapıya raket zərbəsi göndərdi Pünhan. Topa bütün hirsini topdan çıxdı. Amma nəyin hirsidir bu Pünhan? 11-5 öndəsən. Saata baxmamışam axı neçədə girib. Səni tuturdum deyə mən baxmadım. Nur Qapsız oynayın da 6 nəfərlə üstünlüyü sağlayın. İlham Ələkbər ötürmə gəldi. Elvar riskə getmədi, topu meydandan çıxartdı. Oy. Top qapıya daxil olmadı. Pünhan İlkin əla davam ötürməsi düşündü, amma Pünhan sürətli deyil. Bu topa çata bilməzdi. İstəsə belə çata bilməzdi. Tariyel bir qədər önünə düşdü top. İlkin öz irəliyir, ayaq saxladı bir qədər. Kanal yoldaşlarını axtardı. Elnur keçdi, ötürmə etdi, amma Tariyel araya girdi. Top Elvardadır. Zərbə indirdi, amma top qapının yanından keçir. Rəvan 3-2-yə gəlirlər. Rəvan özü irəlilədi, amma outa çıxır top. Saata baxmamışam, ey Allahdır. Pünhan Samir uzaqlaşdırdı topu. İlkin baxdı qapıya və gol. 12-5 olur hesab görüşün 50-ci dəqiqəsində. Mərkəzdən başlayırlar.
Samir. Qapıda deyimin, uduzursuz olsa 6 nəfər üstünlük sağlıyor. Üstünlüyə qapısız oynayın, üstünlük. Rəsul. Rəşid. Alta çıxdı top. Elnur başlayır altdan. Əlinə toxunmuş sanki burada Elvarın. Rəvan. Küncdən yox, qapıdan zərb olacaq. Murad itirmədi topu. İlkin. Rəsul. Samir var qarşısında. Elvar. Pünhan. İlkin. Davan ötürməsi. Pünhan top çıxmayın meydandadır. Elvarla oynadı. Elvar ötürmə. Orada zərbə idim yoxsa ötürmə gəlmişdi Elvardan. Amma outdan başlayırlar. İlkin. Göl ötürmə Rəsul istiqaməti. Murad birbaşlı zərbə indirdi. İlham. Ələkbər. Rəsul riski yetmədi. Rəvan. Çəkdi sağına zərbə. Rəşiddən keçmədi. Samir təkrar zərbə. Blok gəldi. Rəvan təkrar zərbəsi. Top qapının yanından keçir. 3 zərbə gəldi arda-arda, amma top qapıya daxil olmadı. Murad 2 nəfər çıxırdı, yox tariyə çıxırdı təkcə. Aldı da topu. Bir nəfər girsin lan, amma mən hara atım, hara bilmirəm atım. Samir. Ələkbər. Çıxmayıb top meydandadır. Əngeli İlhamla oynadı. İlham qapısını tərk edib bir-bir keçir oyuncuları. Zərbə bir qədər zəif qaldı. Yoxsa ötürmə gəlmişdi burada İlhamla. Murad. Samir'in pressingi var. Bırakmır Murad'ı. İlham vaxtında tərk etdi qapısını. Əlinə toxunmuşdu orada həm də deyəsən Elvarın. Rəvan. Keçsi burada ilkini. Elvar da keçir. Rəsul da keçir. Güncdən zərb alacaq. Ələkbər. Yenə Rəvan. Zərbə indirdi. Rəşidə dəyər top. Təkrar zərbə gəldi Rəvandan, amma Rəsuldadır top. Outdan Samir başlayır. Ələkbər. Verdala. Ələkbər. Elnur. Zərbə və gol. 12-6 olur hesab. 6 top fərqi ilə geridədir komanda, amma ruhdan düşmürlər. Görüşün 54-cü dəqiqəsində Elnur'un dubluydu bu, səhv etmirəmsə. Murad. Özü irəliyir. Ötürməsi gəldi. Rəşid. İlkin. Yenə Rəşid. Oy, İlham. Əl oynadı qapıda. İkinciden zərbə alacaq. Zədələnir həm də bu epizodda İlham. Top əlinə dəydi yaxın məsafədən. Az öncə də zədələndiyi epizoddakı həmin əlinə toxunur top. İkinciden zərbəyə başlayırlar. Rəşid. Pünhan zərbəsi Samir'dən blok gəldi. Burada heç yoxdur. Ələkbər daxil oldu İlhamın əvəzinə. İlkin. Rəvan aldı topu.
Ötürməsi gəldi İlham. Baxdı qapıya zərbə. Oy, Elvar təkbətək zərbəni çıxartdı. İlham yenə baxdı, yenə zərbə. Blok gəldi Rəsuldan. İlham başlayır outdan. Rəvanla oynadı. Rəvan. Zəif qaldı ötürmə. Elnur səhv ötürmə gəldi amma Elvar top blokdadır indi. Elvar. Demək olar ki 100% topu çıxartdı orada. İlkin. Rəsul. İtirmədi topu. Pünhanla oynadı. Pünhan. Murad. Özü irəliyir. Baxdı qapıya. Uzaqdan zərbə və gol. 13-6 olur hesab. Görüşün 57-ci dəqiqəsində reaksiya verə bilmədi Ələkbər bu topa. Kariyel. Elnur. Ara ötürməsi bir qədər dəqiq alınmır. Samir. Top çıxmayıb. İlkin. Ram edə bilmədi topu. Ələkbər dərhal başladı. İlham. Rəvanla oynadı. Rəvan. Yaxın məsafədən düz üstünə vurdu Elvarın. Bu topu da dəf edir Elvar. Burada top Pünhanın. Daha doğrusu İlhamın. İndi Rəşidin zərbəsi və gol. 13-6 olur hesab. Yox, 14-6 olur hesab. Görüşün 58-ci dəqiqəsində Rəşid keçə bildi Tariyeli. Boş qapıya zərbə indirdi, amma dəqiq alınmadı. Az öncəki epizodda İlham zədələyə bilərdi Pünhanı. Rəşid aldı topu. Yenə dəqiq alınmadı zərbə. Ələkbər riskli hərəkətlər edir müdafiədə. Göl ötürmə Rəvan istiqamətində dəqiqdir. Rəvandan Elnura. Elnurdan yenə Rəvana. Samir, Rəvan, baxdı qapıya, yenə dəf etdi bu topu var. Təkrar zərbə və gol! 14-7 olur hesab və görüşümüz yekunlaşır əziz tamaşaçılar. Bu görüşümüzü sizlər üçün mən spiker Sako şərh etdi. Sağ olun, salamat qalın.